təşəkkür edirəm ki, siz məni saytınıza müsahib kimi dəvət etdiniz və bu müsahibədə çalışacağım ki, özüm haqqında müəyyən qeydləri auditoriyanıza bildirə bilim. Mən Təranə Cəbiyeva, Kalmar qızı, Bakı şəhərinin Suraxanı adı bir qəsəbəsində 1968-ci iyul ayının 21-də doğulmuşam. Məktəbi də qəsəbədəki 79 sayı orta məktəbdə almışam ilk təhsilimi. Sonradan 9-cu 10-cu sinifi isə 226 nömrə tam orta məktəbdə almışam. Məktəb illərində məni ən çox mətbuata, ədəbiyyata cəlb edən müəyyən hisslər olub. Buna görə mən bugün mənim ədəbiyyat müəllimim Məhəmməd müəllimə böyük təşəkkür edirəm ki, ilk dəfə olaraq bu hissi o məndə yarada bilmişdi. Mətbuata gələndə mən həmin o inşa yazılarının təsiri altına daha çox düşdüm və elə bu səbəbdən də mən mətbuata daha çox bağlanmağa, əgər demək belə düzgündürsə, o tellərlə qaynaqlandım. Və bir də bir şey deyim ki, insan özü əgər içində bu hissi yaranışından yaşatmağı bacarırsa, yəni o hiss elə bir hissdir ki, ədəbiyyatdır, tarixdir və yaxud da bizim mədəniyyətimizlə bağlı. Bir kiçik bir hadisəyə çıxın. Mən 1-ci sinifdən etibarən 7 yaşım olandan qəsəbədə mərkəzi kitabxana sistemində hal-hazırda. Yəni, Üzeyir Hacıbəyli adına kitabxananın fəal oxucularından biri olmuşam. Hətta indi xatırlayıram ki, 1-ci sinifi bitirəndə mənə dedilər ki, artıq sənin yaşına uyğun kitab yoxdur. Yəni, mən artıq o kitabları oxumuşdum və onların kitabxana fondunda kitab qalmamışdı. Onu dəqiq xatırlayıram. Tərəfən maraqlıdır ki, mən bilirəm ki, sizin Bakı kəndlərinə qarşı xüsusi sevginiz var. Və bu xüsusi sevgidən qaynaqlanıb ki, Bakı kəndlərindən Səyahətim adlı kitab ərsəyə gətirmişsiniz. Bu kitabın ərsəyə gəlməsində sizin əməyiniz var, təbii ki. Necə olub qərara gəldiniz ki, belə bir kitab yazasınız? Əslində, Teymur Qurbanın, mərhum bizim yazıcı publisistimizin mənlə görüşlərində dediyi bir fikri diqqətə çatdırmaq istərdim. Mən həmişə deyirdim ki, Teymur, siz bir-biri ilə bağlı nəsə bir şey yazın, biz ona bəlirlənək. Baxmayaraq ki, kəndin ağsaqqalı Hacı Davud müəllim bir gözəl bir kitabı ortaya qoymuşdu, Bülbülə kitabını. Və müəyyən məsələlər var idi ki, nəsil şəcərlərlə bağlı. Bax, o səbəblərdən mən bir dəfə iradımı bildirmişdim Teymur müəllimə ki, mütləq yazmalısınız. Onun bir cavabı var, yəni ki, Teymur müəllim bizim ailəni də tanıyırdı, bir tel də bizə bağlı var idi. O, maraqlı bir şey də dedi ki, sizin ki evinizdə Təranə xanım, canlı bir ensiklopediya var. Təbii ki, bu mənim anam idi. Anam köklü Bülbülə kəndindəndir. Ana xətti onun Buzovla kəndindəndir. Yəni, onun anası Buzovla kəndindən Bülbüləyə gəlib. Atası isə köklü Bülbüləlidir. Bilirsiniz də, mənim də anam tərəf Bülbülədəndir. Hətta siz də dərs demişsiniz. Bəli, bəli. O yerlərdə xatırlayıram. Yəni, mənim məktəb oxuduğum tarilə gətirib ki, mən 2 məktəbdə təhsil almışam. 2 məktəbdə həm də pedagojik fəaliyyətlə məşğul olmuşam. Bilməm, bu tarihin qismətidir, ya yazılan bir yazıdır. Yəni, kəndi daha yaxşı öyrənməyi sən göstərsən belə. Amma mənim anam daha gözəl bilirdi. Kənddə, məsəl üçün, kimisə nəslini soruşanda, ondan, məndən bir 100 il, 200 il qabaq kimisə xatırlayırdı. Dedi, filan kəsin babası belə olub. Dedim, ayda, mən onu tanımıram, bilmirəm. Deyirsən, tanımarsan da, mən anamdan işitmişəm. O, 35-ci il təvəllüd idi. Yəni, çox gözəl onun yaddaşı var idi. Fitri bir istidadı o idi ki, yaddaşında maraqlı məlumatları saxlamağı bacarırdı. Yəni, o səbəbdən də Teymur müəllim deyirdi ki, sizin evinizdə canlı ensiklopediya var da, Təranə xanım, yaza bilərsən. Və elə, bəlkə də bu səbəbdən idi ki, mənim bir qığılcım lazım idi ki, Bakı kəndlərə səyahət edim. Və bu səbəbdən də mən Bakı kəndlərindən səyahətə başladım. Bir maraqlı bir nüansda deyim, mənim tarixçi kimi, etnoqraf kimi, bəlkə də gizli qalan bir hissimin aşkar olmasında mənim gözəl bir müəllimim,
Qədirşah müəllim Cavadovun çox böyük missiyası oldu ki, o əgər bəlkə mənə dərs deməsəydi, bu bəlkə də hiss artıq aşkar oluna bilməyəcəkdi. Vaqif Piriyev, mənim tarixdən müəllimim olub, Səttar müəllim, bu adamlar mənə tarixlə bağlı çox gözəl bir, necə deyim, böyük bir xəzinəni mənə verdilər. Onların dərs dediyi anlarda auditoriyada biz sükut dəqiqəsidir. Hamı çox maraqla hansısa bir sualın cavabını gözləyirdi və yaxud da müəllimin mühazirəsini gözləyirdi. Bəlkə də bu səbəbdəndir ki, mənim tarixi abidələrə olan məhəbbətim, kəndlərə olan məhəbbətim, Bakının tarixinə olan məhəbbətim də elə bu səbəbdən qaynaqlandı.